Genri Schliemann 1822-ci ildə Almaniyada anadan olmuşdu. Ailədə 5 uşaq idilər. Atası kilsədə pastor kimi xidmət göstərirdi. 1829-cu ildə Genrinin 7 yaşı vardı. Atası yaşlıq edir və evdəki xadimi ilə sevgi yaşayırdı. Yeni ildə ata oğluna dünyanın yaradılışı haqqında kitab hədiyyə etdi. Genri axşamlar bu kitabı oxuyur, şəkillərinə baxırdı. Gomerin Odiseyin İlyadası poemasını demək olar ki, əzbər bilirdi. Troya sevgi Genri'də o zamandan başladı. 9 yaşı olanda anası vəfat etdi. Atası həmin qulluqçu ilə evləndi. Yaşlıq etdiyi üçün onu kilsədən xaric etdilər. Genri'nin əmisinin yanına göndərdilər. 5 uşağa baxmaq ataya çətin gəldi. Əmisinin yanında Genri təhsil aldı. 14 yaşında başqa qohumunun yanında bakkalda çalışmağa başladı. 18 yaşı olanda Genri anasından qalan mirası aldı. Böyük məbləğ olmasa da bir işdən başlamaq olardı. Genri gəzərək iş axtarırdı. Müxtəlif dillərə göstərdiyi maraq ona yardım etdi. Ticarət firmasında onu tərcüməçi kimi işə götürdülər. Sonra həmin firma onu Venezuelaya göndərmək istədi. Genri İspan dilini öyrəndi. Gəmi Venezuela ilə yola düşəndə tufan başladı. Gəmi qəzaya düşdü. Genri və 9 nəfər Holland sahillərində xilas oldular. Amsterdama gələn Genri iş tapdı. O boş zamanlarında kitab oxuyur, təhsilini artırırdı. 1844-cü ildə onun 22 yaşı vardı və o 7 dil bilirdi. Çox gözəl yaddaşa malik idi. 19-cu əsrin ikinci yarısında ticarət üçün ən gözəl yer Rusiya sayılırdı. Ticarət firması Genri'ni ora göndərmək istədi və Genri rus dilini öyrəndi. 1845-ci ildə Rusiyaya ezamiyyətə getdi. Bir ildən sonra işlədiyi firmanın eyni hüquqlu şərkinə çevrildi. İkinci dərəcəli tacir kimi gildaya daxil oldu. Artıq o öz işini də tək başına qura bilərdi. Genri'nin qardaşı Amerika Birləşmiş Ştatlarındaydı. Qızıl işi ilə məşğuldu. Genri ona yardım edirdi. Lakin sonra qardaşı tipdən vəfat etdi və Genri Amerika Birləşmiş Ştatlarına getdi. İşin başına keçdi. Amerikada qızıl qəbul edən yer açdı. Onun dükanı 14 saat işləyirdi. Genri yüksək qiymətə qızıl qəbul edirdi və onun dükanının qarşısında həmişə növbə olurdu. Tiflə xəstə olsa belə Genri çalışmağa davam edirdi. 1852-ci ildə San Francisco bankına Genri 1.350.000 dollar vəsait qoymuşdu. Bu fantastik bir məbləğ idi. Qızıl işi zəifləməyə başladı və o Peterburqa qayıtdı. 1852-ci ildə Genri'nin 30 yaşı vardı və o şəriki vəkilin qızı ilə evləndi. Birinci dərəcəli tacir kimi ad aldı. İndi Genri gəmi ilə də ticarət qura bilərdi. Qırım müharibəsi başladı. Bu müharibə zamanı Genri hərbi ləvazimat, geyim, çəkmə sataraq varlandı. Rus milyonçusu oldu. 5 dil də öyrəndi və ata oldu. Şəxsi həyatı xoş keçmirdi. Xanımı çətin insan idi. Elə Genri Schliemann da mələk deyildi. Xanımı deyinir, diqqət tələb edirdi. Genri evə gec-gec gəlirdi. O elmlə məşğul idi. Qədim Yunan müəllifi olan Gomerin Yunan dilində oxuyurdu. 1855-ci ildə Genri hər şeyə malik idi. Ərəb dilini öyrənib Misirə yollandı. Livana, Yunanistana getdi. Qız atası olduğu haqda məktub aldı və Peterburqa qayıtdı. 1861-ci ildə varidatını 2 dəfə artırdı.
fars dilini öğrendi. Sonra Rusiyanı bir dəfəlik tərk etdi. 1864-cü ildə dünya səyahətinə çıxdı. Tunis, Singapur, Çin, Yunanistan ölkələrində oldu. Gəmi ilə Amerika Birləşmiş Ştatlarına keçdi. Kubaya getdi. Sonra yenə Avropaya qayıtdı. Parisdə qaldı. Qədim Yunan dili və fəlsəfəsi ilə maraqlanırdı. Sonra boşanmağa qərar verdi. Sağda sənət düzəltdi. Amerika Birləşmiş Ştatlarının vətəndaşı oldu və buradan xanımını boşandı. Yunanistana gəldi. O Troya kralı, Priam, Varis, gözəl Yelenakda Parisdə olarkən çox məruzələri dinləmişdi. Bəziləri Troyanın folklor olduğunu düşünürdülər, lakin Henry ona ciddi yanaşırdı və Troya xəzinəsini tapmaq fikrinə düşmüşdü. İkinci dəfə Yunan qızı ilə evləndi. Xanım ondan 30 yaş kişi idi. Henry onu gözəl Yelenaya bənzədirdi. Evlənib Afinada malikanə aldı. Sonra qazıntı aparmaq üçün Osmanlı İmperiyasına məktub yazdı. İcazə istədi. 1872-ci ildə icazə aldı. Yazda qazıntıya başladı. Qazıntının birinci sezonunda çoxlu alətlər tapdı. Bütün bu qazıntıları öz hesabına edirdi. İkinci sezonda Henry Schliemann dedi ki, Troyanı tapıb. 1873-cü ildə işləri dayandırdı. Afinaya qayıtdı. Sonra qəzetlərdə ikinci xanımının gözəl Yelenanın diademası ilə şəkilləri çıxdı. Sən demə Henry gəzərkən təsadüfən bir küp tapıbmış. İşçiləri evə göndərib. Həmin küpdə 10.000 element çıxıb. Gizlincə küpü Afinaya aparıb. Schliemann bu xəzinəni Avropa muzeylərinə satmaq istədi. Lakin alan olmadı. Çünki bu qızılların Troyadan olmasını sübut etməmişdilər. Schliemann heç kimi Troya xəzinəsinə yaxın buraxmırdı. 1889-cu ildə Henry Schliemannın 67 yaşı vardı. Bir qulağı kar olmuşdu. İkinci qulağında infeksiya vardı. Keçirdiyi malariya onun sağlamlığına ziyan vurmuşdu. Qulağından 1890-cı ildə əməliyyat oldu. İtaliyaya getdi. Küçədə hoşunu itirdi. Xəstəlik beyninə keçmişdi və o vəfat etdi. Vəsiyyətinə görə Troya xəzinəsi Berlin muzeyinə verildi. İkinci Dünya müharibəsi zamanı 1945-ci ildə muzeyin direktoru xəzinəni muzeydən çıxardı. Sonra xəzinə etdi və yalnız uzun illərdən sonra bilindi ki, muzeyin direktoru xəzinəni zooparkda gizlədibmiş. Ruslar Berlinə yaxınlaşanda onlara təhvil verib. 1993-cü ildə Rusiyanın prezidenti Yeltsin bu haqda danışdı və xəzinənin həqiqətən Rusiyada olduğunu dedi. 1996-cı ildə gözəl Yelenanın diademası ilk dəfə muzeydə nümayiş etdirildi. Troyanı folklor bilən insanlara Henry Schliemann sübut etdi ki, hər bir əfsanədə həqiqət var. Henry Schliemann dünya üçün öz varından keçmiş, zamanını sərf etmiş, sağlamlığını itirmiş bir şəxsiyyətdir.